77 nömrəli testi izah edirəm. Deyir, dövrənin qapanması nəticəsində bir cism maqnit sahəsinə perpendikulyar yerləşdirilmiş cəryanlı naqil şaquli vəziyyətdə 45 dərəcə meyl etdi. Aktiv hissəsinin uzunluğu 50 sm və kütləsi 20 qram olan naqildən axan cəryan şiddəti 2 amperdir. Deməli, aktiv hissənin uzunluğu 50-dir, kütləsi 20 qramdır, axan cəryan şiddətimiz də 2 amperdir. Maqnit sahəsinin induksiya vektorunun qiyməti və istiqamətini biz müəyyən etməliyik. B-ni tapmalıyıq. Ədədi qiymətcə və istiqamətcə. Gəlin birinci uşaqlar görək naqilimiz bax bu vəziyyətdə olanda, bax bu formada olanda görək ona hansı qüvvələr təsir edir. Buradan ipdən asmışıq o naqili. Aşağıya doğru mg artıq yuxarıya doğru isə nədir? İpdə hansı qüvvə yaranırdı? Gərilmə qüvvəsi. Naqil bu bir vəziyyətlə iki vəziyyətə gətirən hansı qüvvədir? Amper qüvvəsi. Deməli, amper qüvvəsi bunu bir vəziyyətinə iki vəziyyətinə gətiribdir. Gəlin iki vəziyyətinə görə hansı qüvvələr təsir edir? İki vəziyyətində isə uşaqlar, deməli, aşağı doğru yenə mg, ipdəki gərilmə qüvvəmiz T və naqilə bu istiqamətdə hərəkət etdirən amper qüvvəsi. Buradakı bizim deməli gərilmə qüvvəmiz alfa bucağı altında yönəldiyinə görə ona iki dənə proyeksiya ayıracağım. Bir x oxu istiqamətində proyeksiyamız tx, bir də y oxu istiqamətində proyeksiyamız ty. Yazdıq mı? İndi gəlib baxırıq nəyə uşaqlar? Buradakı bax bucağımız alfadırsa 45 dərəcə. Burada alfa olacaq. Baxın, burada alfa olacaq. Onda biz demişdik bucağa bitişik proyeksiyamız nə olacaq? T, deməli kosinüs alfa. Tx-imiz nə olacaq? T sinüs alfa. İndi baxırıq ki, uşaqlar, baxın, mg ilə ty bir-birini tarazlaşdırır. Tx-la da f amper bir-birini tarazlaşdırır. Gəlin bunu yazağım. F amper bərabər nəyə? T sinüs alfaya. Yazdım mı? Sonra mg də bərabərdir T kosinüs alfaya. Bunları tərəf-tərəfə böləyim uşaqlar. Tərəf-tərəfə böləndə deməli t'lər gedəcək. F amper bölünsün mg. O da bərabərdir. Sinüs alfa bölünsün kosinüs alfa bizə nəyi verir? Tangens alfanı. Tangens alfa. Sonra biz bilirik ki, bax, indi tangens alfa deyir. Tangens alfanın da yerinə tangens 45 yazsaq, alfanı silib, indi 45 dərəcə yazırıq. Tangens 45-də də nə verir? 1. Deməli, F amper bölünsün nəyə? Mg bizə 1-i verdi. Bu nə deməkdir? Yəni, bu deməkdir ki, amper qüvvəsi nəyə bərabərdir? Ağırlıq qüvvəsinə, mg-yə. Gəlin, hesablayaq amperi. Bu hissəni də artıq silirəm. F amperi hesablayaq. F amper bərabərdir. M-imiz nə qədərdir? Baxağın, 20 qram. 20 qramda kiloqrama çevirəndə 0,2 kiloqram eləyəcək. 0,2 vuraq. J-imiz də 10. Bununla bu getdi. Qaldı neçə? 0,2. Amperimiz 0,2. Bizdən B-ni istəyir. F amperin düsturundan B-ni tapanda B bərabərdir. F amper bölünsün nəyə? I-L. Yazdıq mı? O da bərabərdir. Amperin yerinə deməli 0,2 bölünsün. I-imiz nə qədərdir? 2 amper. 2 vuraq. Elimiz də aktiv hissənin uzunluğu. Bax, i-imiz 2 amperdir. Elimiz də 50 santimetrdir. Onu da metrlə ifadə eləyəndə 0,5 eləyir. Vuraq 0,5. Elədi. Bura aldı. Aşağı elədi 1. Onda elədi 0,2. Deməli, 0,2 Tesla. B-nin ədədi qiymətini müəyyən etdik. Qaldı istiqamət. Yəni, indi istiqaməti müəyyən edəyin uşaqlar. Sol əl qaydasından biz bilirik ki, amperin istiqaməti müəyyən etmək üçün hansı qaydadan istifadə edirik? Sol əl qaydasından. Sol əlizi elə yerləşdirirsiniz ki, baxın, bu bizim i-imizin istiqamət dairə içərisində x. O bizim naqilən axan cəryanın istiqamətidir. I-nin istiqaməti. Bax, bu i-nin istiqaməti. Bax, bu i-nin istiqamətidir. Amperin istiqaməti necə yönəldir? Bu istiqamətdə. F amperimiz də bu istiqamətdə. Deməli, B-nin istiqamətini tapa bilərik. Demişdik ki, sol əl qaydasını necə ifadə etmişdik ki, sol əlimizi maqnit sahəsinə elə yerləşdiririk ki, maqnit induksiya vektorları perpendikulyar istiqamətdə düz ovcumuza daxil olsun. Uzadılmış 4 barmağımız cəryan istiqamətində yönəlsin. Bu zaman 90 dərəcə bucaq altında açılmış baş barmağımız amper qüvvəsinin istiqamətini göstərəcək. İndi əlinizi bax, 4 barmağınız artıq kitaba doğru gedəcək. 4 barmağınız artıq kitaba doğru gedəcək. Çünki i-imiz nədir? X. 4 barmağımız istiqamətə yönəlməlidir axı. Sonra baş barmağımız 90 dərəcə açılmış baş barmağımız da F amper istiqamətində getdi. Bu zaman əliniz elə bir ki, uşaqlar, əlinizi
dörd barmağınızı kitaba doğru perpendikulyar istiqamətdə tutmusunuz. Elə eləməliyik ki, magnituksiya vektorlar necə olsun? Bir də baş barmağınız da sola doğru yönəltdir. Bax bu istiqamətdə. Bu zaman B-lər necə yönəlməlidir? Yuxarıdan aşağıya doğru yönəlməlidir ki, düz ovucumuza daxil olsun da perpendikulyar istiqamətdə. Deməli, B-lərimizin istiqaməti harada oldu? Aşağı istiqamətdə. Bu da bizim B-mizin istiqaməti uşaqlar. B-mizin istiqaməti. Cavab olacaq 0,2 Tesla aşağı.